Sən qarışma. İndiyəcən bu kəndin mənsiz nə xeyri olub, nə şəri. Dahi şair Nizami Gəncəvinin nəslindən olan, ömrünün 7 ilini ailəsi ilə birlikdə sürgündə keçirən, teatr və kino sənətimizin parlaq simalarından biri Məmməd Rza Şeyxzamanov. 1915-ci ildə Gəncədə dünyaya gələn sənətkar hələ 2 yaşında atasını itirir. Bolşeviklər ailəyə məxsus mülkləri və zəngin kitabxananı yandırır. Bəy nəslindən olduqları üçün Şeyxzamanovlar ağır repressiyalara məruz qalır. Məmməd Rza isə bütün çətinliklərə baxmayaraq, orta məktəb illərində teatr studiyasına daxil olaraq sənət yoluna qədəm qoyur. Şeyxzamanov nümunəvi bir şəxsiyyət idi. Ailə baxımından, milli mənəvi dəyər baxımından, sənətə münasibət baxımından. Mən xoşbəxt adamam ki, Moskvanı qutarıb gələndə ilk diplom filmin baş qəhrəmanı Şeyxzamanovla Rasim Balayev olurlar. Bir neçə filmlərində çəkilib, Qaçaq Nəbdə çəkilib, Doğma sahillərdə çəkilib, bir neçə filmlərdə də tərəf müqabil olmuşam. 1934-cü ildə rejissor Həbib İsmayılovun təşəbbüsü ilə Gəncə Dövlət Dram Teatrında dəvət olunan gənc aktyorun istedadı qısa zamanda seçilir. Lakin türkçülük ideyalarına görə Məmməd Rza Şeyxzamanov ailəsi ilə Qazaxstana sürgün edilir. 7 il sonra icazəsiz şəkildə Azərbaycana qayıdır və uzun müddət qohumlarının evində gizli yaşamalı olur. Bu çıxılmaz vəziyyətdən onları məhz böyük şair Səməd Vurğun xilas edir. Ailəsini çox sevərdi. Bizlə çox məşğul olub. Heç vaxt istəməzdi ki, evimizdən kimsə aktyor olsun. Çünki deyirdi ki, bu siz elə bilirsiniz, bu zarafatdır, amma əslində bu çox çətin mərhələdir. Teatrı çox bağlı idi. Çünki teatrdan başlayıb və teatrda yəqin ki, onun evi olub. İblisi onun qəlbindən öz əllərimlə çıxardaram. 1954-cü ildə rejissor Adil İskəndərovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmağa başlayan Şeyxzamanov burada bir-birindən maraqlı və yadda qalan obrazlar yaradır. Kino sahəsində də onun fəaliyyəti geniş olur. Bəxtiyar, Bir qalanın sirri, Böyük dayaq, Əhməd hardadır, Tütək səsi və başqa filmlərdəki rolları ilə tamaşaçıların böyük rəğbətini qazanır. İstedadlı sənətkar olmaqla yanaşı, böyük sənətkar olmaqla yanaşı, mental şuura sadiq olan bir insan idi. Əsl Azərbaycanlı idi. 2 filmdə çəkilmişəm Məmməd Rza müəllimlə. Nəsimi filmində, bir də Tütək səsi filmində. Titrək səsi var idi və çox səmimi idi. İnsan kimi səmimi insan idi. Eyni zamanda kövrək idi və bu xüsusiyyətləri onun yaratdığı obrazlarda da özünü büruzə verir. Mənə bir dəfə bir söz dedi və o mənim qulağımda sırğa oldu. Dedi, hansı rolu oynayırsan oyna, nə oynayırsan oyna, səmimi ol. Əgər səmimi olsan, tamaşaçı səni sevəcək. Oğlumu axtarırdım. Dostumu tapdım. 1959-cu ildə əməkdar artist, 1974-cü ildə isə xalq artisti fəxri adlarına layiq görülən sənətkarın yaradıcılığı Azərbaycan mədəniyyətinin ən parlaq səhifələrindən biridir. Bugün Məmməd Rza Şeyxzamanovun sənət yolu milli səhnə mədəniyyətimizin inkişaf tarixinin canlı yaddaşı kimi dəyərləndirilir. Azərbaycan Dövlət Film Fondunda ustad aktyorun 110 illik yubileyinə həsr olunmuş xatirə gecəsində sənət yoldaşları və onu sevənlər bir araya gələrək onun yaratdığı unudulmaz obrazları, yüksək insani keyfiyyətlərini və səhnəyə gətirdiyi işığı yad ediblər.